gözlənildiyi kimi möcüzə baş vermədi. Əslində təəccübləndirmədilər bizi, amma bununla bərabər biz yeni bir standartın da şahidi olduq. Məlumat üçün deyim ki, Əli Kərimlinin həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı verdiyi vəsatət təmin edilmədi. Əli bəy növbəti dəfə məhkəmənin saxta hökmü ilə növbəti dəfə həbsdə qalası oldu. Yeni biz bir standarta şahidlik elədik. Elə göründü ki, Azərbaycanda yalnız müxalifətçi olmaqla müxalifət lideri olmağın da böyük fərqi var imiş. Müxalifət lideri olmaq yalnız qərargahdan məhrum edilməklə, xarici pasportdan məhrum edilməklə, evində internetinin, telefonlarının kəsilməyi ilə məhdudlaşmır. Sən demə, müxalifət liderinə qarşı ikili standart da tətbiq olunmuş. Digər müxalifətçilərin əzizləri, doğmaları, ailə üzvləri dünyasını dəyişən zaman onlara edilən humanist güzəşt müxalifət liderinə qarşı tətbiq edilir. Biz növbəti dəfə bunun şahidi olduq, biz bunu öyrəndik ki, bunun Azərbaycanda protest elektoratının lideri olmaq həm də bu bədəli ödəməkdir. Eybi yox, olsun, Əli bəy möhkəmdir, möhkəm insandır, bunun da öhdəsindən gələcək, bu bədəli də ödəyəcək. Amma hər kəs bilsin ki, Azərbaycan xalqı bunları görür və yaddaşına bir hissəsini yerinə yazır. Və zamanı gələndə yəqin ki, bunun hesabını soracaq, bunu sual edəcək bugün bu qərarı verənlərə. Ayaz bəyin sözlərinə qısaca əlavə eləmək istəyirəm ki, biz gözlədiyimiz kimi oldu əslində məhkəmənin qərarı və Azərbaycanda ədalət varmı, məhkəmələrin ədaləti necədir? O, elə bizim məhkəmənin həndəbərinə buraxılmamağımızdan bəllidir və Əli bəyin də öz atasının dəfninə, yasına buraxılmamağı onu göstərir ki, Azərbaycan hakimiyyəti Əliyə birbaşa olaraq Əli bəydən qisas alır. Bunun başqa bir adı yox. Əli bəyə azadlıq tələb edir.